Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel murselin. Seyyidina ve nebiyyina ve mevlana Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma abad. Deməli qardaşlar, zamanımızda bir çox müsəlmanlar alimlərə münasibət mövzusunda ciddi sıxıntı yaşayırlar. Təbii ki, bunların yeganə səbəbi cəhalətdir. İnsan üsulları, qaydaları bilmədikdə, harada necə mövqe göstərmək, harada necə davranmaq, necə müamilə etmək, harada susmaq, harada hökm vermək lazım olduğunu bilmədikdə, belə ciddi sıxıntılarla üzləşirlər. Yəni, həmin kəsləri 3 kateqoriyaya bölmək mümkündür. Birinci, o kəslərdir ki, onlar alimlərin zahirən bir-birinə zid nəqilləri ilə, sözləri ilə rastlaşarlar və şikayətçi olarlar. Qəlblərində alimlərə qarşı mənfi fikir formalaşar. Niyə alimlər belə qarışıq danışıb? Bəs biz cahillər nə edək? Alimlərin bu sözləri ilə aldanan cahillərin nə günahı var? Yəni, belə şeylərlə alimlərdən soyuyarlar, onları töhmət altına salarlar. Yəni, alimlərin sözləri ilə azan cahillərin günahını alimlərin üzərinə yükləməyə çalışırlar. Bu qrupdan olan kəslərə deyirəm ki, Allah Əzzə və Cəllənin kitabında mütəşabihlər və möhkəmlər var. Allah Rəsulu sallallahu aleyhi və səlləmin sünnəsində də möhkəmlər və mütəşabihlər var. Eyni ilə qardaşlar, alimlərin sözlərində də möhkəmlər və mütəşabihlər var. Və bu olduqca normaldır. Və bunun çıxış yolunu şəriət bizə bəyan edib. Möhkəmləri əsas almaq, mütəşabihləri isə möhkəmlərin işığında incələmək və ya mütəşabihləri bilənlərə həvalə etmək. Allah Əzzə və Cəllə öz kitabındakı mütəşabihlərə tabi olaraq azanları üzürlü görmədi. Əksinə onları qanadı ki, فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ. Qəlblərində zeyğ olanlar, xəstəlik olanlar mütəşabihlərə tabi olarlar. Mütəşabihlərə başvularlar. Mütəşabihlərlə məşğul olarlar. Bu kəsləri Allah Azze və Cəllə qəlblərində xəstəlik olanlar, xəstə qəbli adlandırdı. Eyni ilə alimlərin mütəşabih sözləri ilə azanların da üzürü yoxdur. Və onun günahkarı alimlər yox, özləridir. Yəni, sənin ixtiyarın yoxdur ki, alimin hər sözünə görə ona qarşı mövqe bildirəsən, münasibət bildirəsən. Alimin bir sözünü götürüb, onu möhkəm qövülləri ilə analiz etmədən, onun haqqında rəy bildirəsən. Bu sıravi müsəlmana haramdır və bunun nəticələri çox ağır olur. Sən zahirən ziddiyyət zənn etdiyin şeyi Allah Əzzə və Cəllənin kitabında da görə bilərsən. Allah Rəsulu sallallahu aleyhi və səlləmin sünnəsində də görə bilərsən. Məsələn, Allah Əzzə və Cəllə Nisa surəsi 78-ci ayədə buyurur ki: وَاِنْ تُصِبُهُمْ حَسَنَةٌ يَقُولُونَ هَذِهِ مِنْ عِنْدِ اللّٰهِ. Onlara bir yaxşılıq üz verdikdə deyərlər ki, bu Allah qatındandır, bu Allahdandır. وَاِنْ تُصِبُهُمْ سَيِّئَةٌ يَقُولُونَ هَذِهِ مِنْ عِنْدِكَ. Onlara bir pislik üz verdikdə isə deyərlər ki, bu səndəndir. Bir yaxşılıq üz verdikdə, başlarına bir xeyir gəldikdə deyərlər ki, bu Allahdandır. Amma bir müsibət gəldikdə, bir pislik üz verdikdə deyərlər ki, bu səndəndir. Qul kullun min indillah. De ki, bunların hamısı Allahdandır. Xeyir də, şər də, yaxşılıq da, pislik də hamısı Allahdandır. Növbəti ayədə Nisa 79-da Allah Əzzə və Cəllə nə buyurur? Mə əsabəkə min həsənətin fəminəllah. Sənə gələn yaxşılıq Allahdandır. Və mə əsabəkə min seyyiətin fəmin nəfsik. Sənə gələn pislik isə sənin öz nəfsindəndir. Sənə gələn pislik sənin öz nəfsindəndir. Baxın, qardaşlar, zahirən bu ayələr zahirən sanki bir-birinə ziddmiş. Yuxarıda Allah Əzzə və Cəllə dedi ki, hamısı Allahdandır. Yaxşılıq da, pislik də hamısı Allah qatındandır. Sonraki ayədə isə nə dedi? Yaxşılıq Allahdandır, başına gələn həsənə Allahdandır, başına gələn pislik isə sənin öz nəfsindəndir. İki ayə zahirən bir-birinə zid görünür.
Sənin fəhminlə burada ziddiyyət var. Halbuki burada heç bir ziddiyyət yoxdur. Sən bu ayələri oxuyub şübhəyə düşdükdə bunun günahkarı kimdir? Əlbəttə ki, özünsən. Nə üçün? Çünki sən imanın şərtlərini bilirsənsə və şərtlərindən biri olan qədərə imanın nə olduğunu bilirsənsə, qədərə iman etmisənsə və qədərə imanın nə olduğunu bilirsənsə, əsla bu ayələr səni şübhəyə salmaz. Sən qədərə imanın bütün xeyrin və şərin Allahın təqdiri ilə olduğunu, olmuş və olacaq hər şeyin Allahdan olduğunu, Allahın təqdiri, izni olmadan insanın başına nə bir xeyir, nə də bir şər gəlməyəcəyini bilirsənsə, bu şübhə əsla səni, bu ayələr, sənin fəhmində zid olan bu ayələr səni əsla şübhəyə salmamalıdır. Yox, əgər bilmirsənsə, qədərə imanın nə olduğunu bilmirsənsə, quru-quru iman gətirdim deyirsənsə, sən heç onda qədərə iman gətirməmsən. Yalandan nəyə iman etdiyini bilmədən zənn edirsən ki, qədərə iman etmisən. Yox, əgər iman etmisənsə, onda bu ayələr əsla səni şübhəyə salmamalıdır. Sənə düşən imanın əsaslarından, dinin təməllərindən yapışmaq, sənə şübhəli gələn, zid kimi görünən şeyləri tərk etmək və ya onu bilənlərdən soruşmaqdır. Bunu sənə Allah Əzzə və Cəllə əmr edib. Bunu sənə Allah Rəsulü sallallahu aleyhi və səlləm əmr edib. Allah Əzzə və Cəllə buyurdu ki, qəlbində xəstəlik olanlar şübhəli şeylərə başlarlar. Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, "Də' mə yuribuka ilə mə la yuribuk." Sənə şübhəli olan şeyləri tərk et, şübhə verməyən şeylərdən yapış. Sənə şübhə verməyən şey odur ki, qədərin hamısı, xeyir də, şər də, hamısı Allahdandır. Allahın təqdiri, Allahın izni olmadan insanın başına heç bir müsibət və heç bir xeyir gələ bilməz. Bu şübhə götürməyən bir şeydir. Sənə vacib olan budur. Qədərə iman etməyindir. Bu ayəni necə başa düşəcəksən? Bu işin əhli, alimlər bu ayəni necə təfsir ediblər? Deyiblər ki, yəni sənin başına gələn hər bir yaxşılıq Allahın rəhmətidir. Burada sən səbəbkar deyilsən. Sənin yaxşı və ya pis adam olmağın səbəbi ilə başına müsibət yaxşılıq gəlməyib. Sən yaxşı insan olduğun üçün Allah Əzzə və Cəllə sənə xeyir vermir. Sənin başına yaxşılıq, sənə ehsan əta etmir. Allah Əzzə və Cəllə bu dünyada yaxşılara da, pislərə də xeyir ehsan edir, əta ehsan edir. Hər kəsə rəhimlidir. Amma başına bir müsibət gəlirsə, o müsibəti təqdir edən Allahdır, amma səbəbkarı sənsən. Sənin öz əlinlə etdiyin günah səbəbindən, sənin özünün səbəbkarı olaraq başına gəlib müsibət. Amma təqdir edən, onu sənin başına gətirən yenə Allah Əzzə və Cəllədir. Bəs sən bu açıqlamanı, bu təfsiri, ayənin bu şərhi mütləq bilməklə mükəlləfsənmi? Xeyr, bilməyə bilərsən. Sənə bu qapalı qala bilər. Sənə düşən odur ki, deyəsən ki, kullu min indillah, hamısı Allah katındandır. Və Allah Əzzə və Cəllənin kitabında əsla ziddiyyət ola bilməz. Biz qədərə bu cürə iman gətirmişik. Bu ayədə mənim bilmədiyim, mənim fəhm etmədiyim qaranlıq bir şey var. Bitdi. Ancaq şübhəyə düşmüsənsə, bu sənin öz günahındır. Yəni, belə misallar çoxdur. Yenə məsələn, Allah Əzzə və Cəllə Nisa surəsi 48-ci ayədə nə buyurdu? İnna Allaha la yaghfiru an yushraka bihi. Allah ona şirk qoşanı əsla bağışlamaz. Allah Əzzə və Cəllə şirki əsla bağışlamaz. Qəti bir hökm qoydu. Amma Zümər surəsi 53-cü ayədə Allah Əzzə və Cəllə nə buyurur? Qul ya ibadiyəllezine əsrafu ala anfusihim la taqnatu min rahmetillah. İnna Allaha yaghfiru zunube cemi'a. De ki, ey mənim özlərinə zülm etməkdə həddi aşan qullarım, Allahın rəhmətindən ümidinizi kəsməyin. Allah sizin bütün günahlarınızı bağışlayır. Bu zahirən bir-birinə zid ayələr kimi görünə bilər. Bir ayədə Allah Əzzə və Cəllə buyurdu ki, şirki əsla bağışlamaz. Digər ayədə isə nə dedi? O sizin bütün günahlarınızı bağışlayır. Bunun içərisində şirk də daxildir, bunun içərisində küfür də daxildir. Hər bir küfrü, hər bir şirki Allah Əzzə və Cəllə bağışlayır. Sənin fəhminə görə bu bir-birinə ziddirmi? Bəli, bizim fəhmimizə görə bu zahirən bir-birinə zid görünə bilər. Amma əgər sən İslamın nə olduğunu bilirsənsə, İslamın tövhid dini olduğunu, tövhidi olmayanın əsla müsəlman olmadığını, cənnətə isə yalnız müsəlmanın gedəcəyini bilirsənsə,
ki bunlar təməllərdir. Bunlar dinin əsilləridir. Bunları bildikdən sonra niyə bu ayə səni şübhəyə salsın? Əgər şübhəyə salırsa, deməli İslamın əsilləri üzərində şübhədəsən. İslamın təməllərindən şübhədəsən. Sən İslamın tövhid dini olduğundan şübhədəsən. Əgər şübhədə deyilsənsə, bu ayə əsla səni şübhəyə salmamalıdır. Nə deməkdir bu ayə? Bu ayəni əhlinə qaytarında çox gözəl izah ediblər. Yəni sən şirk üzərə ölsən, Allah Əzzə və Cəllə səni əsla bağışlamayacaq. Allah şirk üzərə ölən heç kəsi bağışlamayacaq. Amma dünyaya gəldikdə isə tövbə edən, hələlik canı çıxmayan, ölməyən kəs tövbə edərsə, Allah Əzzə və Cəllə onun şirkini də bağışlayar, küfrünü də bağışlayar. Çox aydın, çox açıq bir məsələdir. Yəni sənin alimlərin bir-birinə zid kimi görünən sözlərini əsas alaraq onları ittiham etməsi, etmən, onlardan incimən, onları töhmət altına salman tamamilə əsassızdır. Yaxşı tutaq ki, alimlərdən Allaha şikayət etdin, onları qınadın. Bəs Allahın ayələrindən kimə qarşı şikayət edəcəksin? Sən eyni şeyi alimlərin əsərlərində də görə bilərsən. Bir yerdə alim tövhiddən danışır, tövhidini bəyan edir, digər yerdə elə bir sözə rast gəlirsən ki, tövhidə zid kimi görünür. Əsl sözlərinə zidmiş kimi görünür. Sənin ixtiyarın yoxdur ki, bunu əsas alıb həmən alimi ittiham edəsən. Bu sənin fəhminin sorunudur. Alimin sorunu deyil. Sənə düşən alimin möhkəm sözlərini götürüb, şübhəli bir neçə mənaya gələn sözlərini tərk etməyin və ya onları əhlinə həvalə etməyindir. Ki, qarşıda bunun misallarını Allah Əzzə və Cəllənin izni ilə verəcəyəm. Bu birinci qrup. İkinci qrupa gəldikdə isə, bu qrup bir şeyə etiqad edərlər, sonra bu etiqada tərs düşən, zahirən bir alimin sözünü gördükdə, dərhal onu təkfir edərlər və ya təbdi edərlər. Bununla özlərinin səmimi, dində cəsarətli olduqlarını, ikiyüzlük etmədiklərini isbat etməyə çalışarlar. Belə deyərlər, biz sizin kimi qeyri-səmimi deyilik ki, avam küfr edəndə onu təkfir edək, amma alim küfr edəndə, alimin küfrünə rast gələndə onu təkfir etməyək, ona üzürlər gətirək. Bizə fərqi yoxdur, istər alim olsun, istər avam olsun, küfrünü bilsək, küfrünü bildikdə dərhal biz onu təkfir edərik. Siz isə dininizdə səmimi deyilsiniz, siz əmələ şirk deyirsiniz, onu edən avamı təkfir edirsiniz, amma alimə gələndə onu təkfir etmirsiniz. Qəbirdən şəfaət istəməyə şirk deyirsiniz, buna şirk deməyənləri təkfir edirsiniz, amma Nəvəvi, Qurtubi kimi alimlər buna hətta müstəhəb deyiblər, həccin ərkanlarından deyiblər, amma siz onları təkfir etmirsiniz. Yəni bizə fərqi yoxdur, mənə fərqi yoxdur. Mən atamı, anamı təkfir edən adamam. Filan kəs, filan alim kimdir ki, onu təkfir etməyim? Biri deyir İbn Teymiyyə rahimehullah qəbrin yanına gəlib şəfaət istəməyi bidət görüb, ona görə kafirdir. Biri deyir əşariləri təkfir etmir, ona görə kafirdir. Hətta biri yazmışdı mənə. Yazır ki, sən şeytansan, tağutsan. Soruşuram, niyə? Deyir, İbn Teymiyyəni təkfir etmirsən. İbn Teymiyyə əşariləri təkfir etməyib, sən də İbn Teymiyyəni təkfir etmədiyin üçün kafirsən. Yəni, bu həddə çatanlar belə var. Biri deyir, Muhammed bin Abdülvahhab, Əhməd Bədəvinin, Abdülqadir Qeylaninin qəbrinə ibadət edənləri təkfir etməyib, ona görə kafirdir. Bu qrupa sözümüz odur ki, qardaşlar, birincisi, İslam dini cəsarəti döyüş meydanında tərifləyib, elm meydanında yox. Əksinə, hökm vermədə, elm meydanında cəsarəti tənqid edib. İbn Teymiyyə rahimehullah buyurur ki, cahil insan cəsarətli olar. Bu sözü o cihad meydanında cəsarət göstərənlər haqqında deməyib. Hökm verərkən cəsarətli olanlar haqqında deyib. Əksinə, bir nəfər haqqında, xüsusilə bir alim haqqında hökm verərkən qorxmalı, son dərəcə ehtiyatlı davranmalı, tələsməməlidir insan. Şəriət bunu əmr edib. Sənin səmimiliyinin Allah qatında heç bir dəyəri yoxdur. Allah qatında sənin həqqa isabət etməyin dəyərlidir. Sənin ata-ananı təkfir etməyin sənin fəzilətin deyil. Səni başqalarından üstün edən bir şey deyil. Əgər ata-anan küfr əhlidirsə,
onda sənə vacib olanı yerinə yetirmisən. Əgər deyirlərsə, onda şəriətə müxalifət edib haqdan azmısan, qiyamət günü hesab verəcəksən. Allah Əzə və Cəllə İbrahim əleyhissalamı öz atasını təkfir etməsinə görə və ya Nuh əleyhissalamın öz oğlunu təkfir etməsinə görə onları digərlərindən fəzilətli etməyib. Heç bir ayə yoxdur ki, İbrahim əleyhissalam atasını təkfir etdi, ona görə bizim qatımızda fəzilətli bir peyğəmbərdir. Və yaxud Nuh əleyhissalam haqqında. Yoxdur belə bir şey. Və heç bir alim də, heç bir kitabında ata-anasını təkfir edən kəsin fəziləti haqqında bir bab açmayıb. Yəni, sən bunu misal verərək özünün səmimi, cəsarətli, dürüst olduğunu isbat etmək istəyirsənsə, çox lazımsız bir iş görürsən. İkincisi, qardaşlar, alimlər bu ümmətin hidayət çırağıdır, göz bəbəyidir, peyğəmbərlərin varisləridir. İbn-i Teymiyyə rahimehullah buyurur ki, kitab əhlinin ən şərliləri onların alimləri idi. Bu ümmətin isə ən xeyirliləri alimlərdir. Bu ümmətdə küfrə, bidətə, zəlalətə düşən alimlər yoxdurmu? Əlbəttə ki, var. Amma onları da bizə alimlər bəyan ediblər. Kimlərin kafir olduğunu, dindən döyündüyünü çəkinmədən bizə bildiriblər. Əgər bir kəs haqqında öz dövrünün alimləri susublarsa, sən də sus. Salamat qalmaq istəyirsənsə sus. Özündən Amerika kəşf eləmə. Alimlər zəlalətə düşən heç bir alimi ümmətdən gizləməyiblər. Bəzən müəyyən olaraq ad çəkərək təkfir ediblər. Məsələn, Şafi məzhəbinin ən məşhur alimlərindən Fəxrəddin Razi, məşhur təfsir alimi, məzhəbdə 3-4 alimin adı sadalanarsa birisi odur. Ulduzlara ibadətin gizli sirləri haqqında buna bənzər bir əsər qələm almışdır. İbn-i Teymiyyə rahimehullah açıq şəkildə bəyan etdi ki, bu kəs, bu əsərin müəllifi icma ilə kafirdir. İcma ilə kafirdir. Müsəlmanların icması ilə bu kəs kafirdir. Ancaq tövbə etməsi umulur. Bəli, həqiqətən də tövbə etmişdir. Sələfin əqidəsinə qayıtmışdır. Yəni, bu haqda açıq nəqillər var. Onun tövbə etməsi haqqında açıq nəqillər mövcuddur. Alimlər küfürləri açıq olan kəsləri açıq bəyan etmiş və təkfir etmişlər. İbn Əbu Duvad, Bişir Əl-Mərisi, Bəkri, Cahız, Bəqilləni, İbn Arabi, Cəhəm-Bissafən və s. və ilaxır. İkincisi, əgər bir kəs haqqında şübhə varsa, əsl hökm təkfirdən çəkinməkdir. Çünki şəriətin bizə öyrətdiyi məşhur qayda var. Şübhə olan yerdə hökm düşür. Şübhə olan yerdə hökm düşür. Bir kəs haqqında şübhə varsa, bir kəsin sözlərində həm tövhidin dəlaləti, həm şirkin dəlaləti varsa, o şübhədirsə, orada şübhə yaranıbsa, onun etiqadı, əqidəsi qəti açıq deyilsə, ona hökm vermək olmaz. Artıq şübhə olan yerdə hökm düşür. Deyirlər ki, siz qəbrin yanında ölüdən şəfaət tələb edəni təkfir edirsiniz. Bu əməli şirk görməyənləri də təkfir edirsiniz. Amma alimlərə gələndə səmimiyyətsizlik edirsiniz. İmam Nəvəvi, Qurtubi və s. peyğəmbərlərin qəbrindən, Peyğəmbər sallallahu aleyhi və sələmin qəbrindən şəfaət istəməyi müstəhəb görüb. Həccin ərkanlarından görüb. Soruşursan, harda görüb, nə deyib? Azərbaycanca bir mətn atırlar sənə ki, burada deyib. Mətndə nədir? Yəni, adi bir misal çəkirəm. Belə misallar onlarladır. Uzatmaq olar, sadəcə uzun olsun deyə demirəm. Adi bir misal çəkirəm. Bir nəql atırlar Azərbaycanca. Nə deyir nəqildə? Deyilir ki, İmam Nəvəvi dedi ki, sonra ziyarətçi yenidən əvvəlki mövqeyinə Rasulullah sallallahu aleyhi və səlləmin üzü tərəfə qayıdır. Onunla, Peyğəmbərlə özü üçün təvəssül edir və Rəbbi Sübhanəhu Teala'dən onun şəfaətçi olmasını istəyir. Və belə deyir, ya Rasulallah, səndən şəfaət istəyirəm. Ya Rasulallah, səndən şəfaət istəyirəm. Səninlə Allaha təvəssül edirəm ki, müsəlman olaraq sənin dinin və sünnən üzərə ölüm. İmam Nəvəvi və Əl-İzhar fi Mənasikil Həcc kitabı 6-cı fəsildə. Yəni bunu deyib. Kitabın ərəbcə əslini tapıram, oxuyuram. Ərəbcə mətnini, orijinalını tapıb oxuyuram. Yoxdur bu şey. Adamın qabağına qoyuram ki, həmin o cümləni
Ya Resulullah səndən şəfaət istəyirəm. Ya Resulullah səndən şəfaət istəyirəm. Ya Resulullah sənin Allaha təvəkkül edirəm. Sözünü tap. Yoxdur. Yəni, yenə deyirəm, bu təkcə bir misaldır. Belə yüzlərlə nümunə var. Yəni, Allahdan qorxun. Qiyamət günü Allah Əzə və Cəllə səni nəvəvi ilə qarşılaşdırsa, nə cavab verəcəksən? Deyəcəksən ki, kim tərəfindən paylaşıldığı bilinməyən, sosial şəbəkələrdə paylaşılan tərcüməyə əsaslanıb təkfir etdim. Bu sənə üzür olacaq? Əlbəttə xeyr. Nə üçün? Çünki Allah Əzə və Cəllə sənə xəbərdarlıq etmişdir ki, İn cəəkum fəsiqun binəbəin fətəbəyyənu. Əgər fasik sizə bir xəbər gətirsə, onu araşdırın. Fasik sizə bir xəbər gətirsə, onu araşdırın. Sənsə nəinki fasik, heç kim olduğunu bilmədiyin adamın tərcüməsi ilə alimi təkfir edirsən. Və bizi də səmimiyyətsizlikdə, bizi də ikiyüzlülükdə ittiham edirsən. Biz isə Allah Əzə və Cəllənin izni ilə araşdırırıq, baxırıq. Nəvəvinin əsərlərini oxuyuruq. Bəzi yerlərdə onun Allah ilə özü arasında vasitə tutmağın batıl olduğunu dediyini görürük. Məsələn, Ravdat-ı Talibin adlı əsərində Allah ilə qul özü arasında vasitə tutmağı batildir deyir. Yəni, zaten Nəvəvinin, Qurtubini təhqiq edən bir çox alimlər onun əsərlərinə sonradan Qulə sufilərin, əşarilərin əlavə etdiyini söyləyiblər, deyiblər. Məsələn, Şeyx Səlim Əl-Hilali müasirlərdən, yəni bu kitabları təhqiq etmə məsələsində çox güclü, çox möhkəm bir adamdır, çox mötəbər bir adamdır. Sırf kitabları, əsərləri təhqiq etmə məsələsində kitabların əl yazmalarına qədər gedib çıxa bilir. Orada açıq deyir, buyurur ki, Əl-İzah kitabında belə bir mətin yoxdur. Və mən də öz gözümlə görən ki, belə bir mətin yoxdur. Yəni, artıq bir kəs haqqında şübhə yaranırsa, sənə hökm vermək haramdır. Amma əminəm ki, Nəvəvini, Qurtubini və s. təkfir edənlərin böyük əksəriyyəti həmən alimlərin bir əsərini belə oxumayıblar. Ərəbcə bir mətnini, bir əsərini belə oxumayıblar. Həmən əsərlərin tərcüməsi bəlkə də yoxdur. Azərbaycanca sosial şəbəkələrdə gördükləri bir mətnlə təkfir edirlər, hətta bunun üzərində silsilə də qururlar. Yəni, bizi həmən alimləri təkfir etməkdən çəkindirən bu dünyada heç bir şey yoxdur. Heç nə. İslam xilafətində yaşamırıq ki, xavaric kimi bizi elam edəcəklər. Bizi bu alimləri təkfir etməkdən çəkindirən yeganə şey axirətdir. Bu dünyada alimləri təkfir etdiyimiz üçün bizi cəzalandıracaq bir şey yoxdur. Biri deyir, ətrafındakılardan qorxub təkfir etmir. Etsə ətrafı dağılacaq. Güya ətrafımda minlərlə adam var, dağılsa tək qalacam. Və ya güya heç vaxt rastlaşmadığımız haldır. Dəvət müddətində nə qədər adam itirmişik, nə qədər adam qazanmışıq. Dünən qardaş olan nə qədər adam bugün düşmən kəsilib və ya dünən düşmən olan nə qədər adam bugün qardaşımız olub. Bəxt üzündə bir söz var, deyir ki, kimlər itirmir ki bu dünyada? Yəni, Allah Əzə və Cəllə məni dinimlə imtihan etməsin. Ətrafımda Allah üçün itirməkdən qorxduğum heç kəs yoxdur. Heç kəs. Kiminsə məndən ayrılması, kiminsə məni təkfir etməsi, məni heç vaxt haqq bildiyim deməkdən çəkindirməyib. Yəni, bunları ona görə deyirəm ki, özünüzü belə boş-boş ittihamlarla yükləməyin. Axirət var, hesab var. Üçüncüsü, mənim araşdırdığım, gücümün çatdığı bu qədərdir. O demək deyil ki, biz küfrünü, şirkini açıq, aydın gördüyümüz, əsərlərində oxuduğumuz alimi və ya kimisə təkfir etmək üçün mütləq baxırıq digər alimlər onu təkfir edib yoxsa yox. Xeyr. Bir kəsin küfrü, şirki açıq bəllidirsə onu təkfir edərik. Bu bizim dinimizin tələbidir. Müasir dövrdə alim kimi təqdim olunan, tanınan o qədər adamlar var ki, küfrünə, şirkinə yəqin olmuşuq və təkfir etmişik. Daha onu kim təkfir edir, kim etmir deyə baxmamışıq. Amma haqqında şübhə, zən və ya qarşılıqlıq olan kəslər olarsa, dilimizi qoruyarıq, tələsmərik. Öz dövrünün alimlərinin onun haqqında dediklərinə baxarıq. Bu, dinimizin bizdən tələb etdiyidir. Allah Əzə və Cəllə heç kəsi gücünün yetdiyindən artıq şeylə mükəlləf tutmaz. Məni
qiyamət günü Rəbbimə verəcəyim cavab maraqlandırır. Yoxsa insanların mövqeyi yox. Ümid edirəm ki, qiyamət günü Allah Əzzə və Cəllə məni, Nəvəvini, Qurtubini və s. dərindən araşdırıb hökm etmədiyim üçün hesaba çəkməyəcək. Amma sizin dediyiniz kimi olmasa, əmin olun ki, qiyamət günü həmən alimlərlə hesablaşmalı olacaqsınız. Bu, müşahidə etdiyimiz ikinci qrup haqqında. Üçüncü qrupa gəldikdə isə, onların sağlam təmələ söykənən bir əqidələri yoxdur. Nəyə etiqad etdiklərini bilməzlər. Ona görə də daima şübhə, tərəddüd içində olar və tez-tez əqidə dəyişərlər. Bugün bir alimin sözünü eşidər, ona etiqad edər. Sabah həmən alimin əvvəlkinə zid başqa sözünü eşidər, ona etiqad edər. Və özlərini təmizə çıxartmaq üçün yenə alimləri qurban verərlər. Hər üç firqənin qarşısında günah keçisi alimlərdir. Deyəndə ki, bu əqidə batildir, sələfin əqidəsi deyil, sənə cavab olaraq deyirlər ki, filan alim də belə deyib, onda onu da təkfir elə. Məni təkfir edirsən, amma həmən alimi təkfir etmirsən, həmən alimə bir şey demirsən. Yəni, ikinci qrupa biraz oxşayırlar. Fərq ondadır ki, onlar alimləri təkfir edib, səndən də bunu tələb edirlər. Bunlar əqidələrini həmən alimin sözünə söykəyib, səndən bunu tələb edirlər. Bu qrupa sözümüz odur ki, birincisi, alimlərin sözləri, fətvaları üzərində əqidə qurulmaz. Bu kökündən batildir. Əqidə, Quran, sünnət və sələfin icması üzərində qurulur. Necə ki, İbn-i Teymiyyə rahiməhullah buyurur ki, فَأَمَّ الْاِعْتِقَادِ لَا يُؤْخَزُ عَنِّي وَلَا عَمَّنْ أَكْبَرِ مِنِّي Etiqad nə məndən, nə də məndən daha böyük olanlardan götürülməz. Və lakin etiqad Allahın kitabı, Rəsulun sünnəti və ümmətin alimlərinin icma etdiyi məsələlərdən götürürlər. Sən alimlərin qövülləri üzərindən etiqad qurduğun üçün sağlam, bəlli başlı bir dinin yoxdur. İkincisi, şəri hökm başqa şeydir. Fətva, kiməsə cavab başqa şeydir. Şəri hökm kitab və sünnətə söykənir və bütün müsəlmanları bağlayır. Bütün müsəlmanlar o hökmlərlə mükəlləfdirlər. Fətva isə alimin ictihadına əsaslanır və yalnız özünü bağlayır. O xəta da edə bilər, səhv də edə bilər, doğru da isabət də edə bilər. Bir alim bəzən şəriətin hökmünü bəyan edir, bəzən isə xüsusi bir hadisəyə, ona verilən suala və ya ona yönləndirilən ittihama cavab verir. Və bu şəriətin hökmünə zahirən zid kimi, müxalif kimi görünür. Bu sinif isə həmən cavabı şəri hökümmüş kimi qəbul edərək onu özünə din edir. Məsələn, Muhammed ibn Abdülvahhab rahiməhullah Navaqidul İslamın ikinci şərtində buyurur ki, Mən cəalə beynəhu və beynəllah vəsaitə yəd'uhum və yəsələhum şəfayətə kəfərə icma'an. Kim özü ilə Allah arasında vasitəçi tutar, ona dua edər, ondan şəfaət istəyəsə icma ilə kafirdir. Bu şəri hökümdür. Ümmətin alimlərinin icmasıdır. Bununla bütün ümmət müxatabdır, mükəlləfdir. Bu şəri bir hökümdür, icmadır. Amma başqa yerdə belə deyir. Mən Əhməd Bədəvinin qəbrindəki, Abdülqadir Qeylaninin qəbrindəki bütə ibadət edənləri təkfir etmirəm. Cahil adam bunu elə qəbul edir ki, sanki şeyxin bu sözü kitab və sünnətdən götürülmüş qəti bir hökümdür. Düşünür ki, deməli, İslamda cahilliyi ilə bütə ibadət edən belə kafir olmur. Bir adam cahil olaraq bütü qarşısına qoyub, bütə ibadət etsə, cahildirsə kafir olmur. Nə üçün? Muhammed ibn Allah'a belə deyib. Bunu özünə etiqad edir və bununla kafir olur. Onu özünə din edir. Halbuki sənə düşən nə idi? Sənə düşən o idi ki, əgər Muhammed ibn Allah'ın bu sözünü araşdıra, incələyə bilirsənsə araşdır, bilmirsənsə tərk edəsən. Araşdırdıqda isə nə görürsən? Görürsən ki, Muhammed ibn Vahhab ona atılan bir ittihama cavab verir. Buna deyirdilər ki, sən sənə hicrət etməyənləri təkfir edib, onlarla vuruşursan, onların qallarını, mallarını halal görürsən. Təkfir etməkdə qəsd olunan, onlara kafir hökmü verib mallarını, qanlarını halal görməkdir. Muhammed ibn Vahhab isə onlara cavab olaraq deyir ki, mən nəinki mənə hicrət etməyənləri, heç Abdülqadir Qeylaninin qəbrindəki bütə ibadət edənləri təkfir etmirəm.
Onlar cahildirlər. Yəni onların hüccət çatana qədər mallarını, qanlarını halal görmürəm, onları öldürmürəm. Nəvələri bunu bu şəkildə gözəl açıqlayır. Nəvələri, tələbələri sonradan şeyxin bu sözünü açıqlayarkən nə deyir? Şeyxin deməsi o demək deyil ki, onları müsəlman görür. Xeyr, onlar müşrikdirlər. Amma hüccət çatana qədər onlara küfr hökmü verilməz. Yəni malları və qanları halal görülməz. Sən bundan nə fəhm edib çıxartdın? Kafir görmür qəbrə ibadət edənləri, qəbirdəki bütə ibadət edənləri, deməli onlar müsəlmandır. Bu şeyxin günahıdır, yoxsa sənin? Təbii ki, sənin günahındır. Və ya İbn Teymiyyə rahimehullah Gulət sufilərə deyib ki, mən sizin etiqadda olsam kafir olardım, amma sizi təkfir etmirəm. Deyir, bax görürsən, deməli Gulət sufilər hansı ki şeyxlərinə rububiyyət sifətlərini verirlər. Şeyxlərinin hər şeydə tasavvuruf haqqı olduğunu, rububiyyət sifətini, hər şeydə bizi gördüklərini, hər yerdə bizi gördüklərini, bizim qəlblərimizdə olanı belə bildiklərini iddia edən sufiləri belə Şeyxülislam İbn Teymiyyə təkfir etməyib, deməli onlar cahildirlər, müsəlmandırlar. Yəni sən alimin üsulunu, alimin mənhəcini bilmirsənsə, bu sənin günahındır. Sən əsilləri qoyub, rububiyyətin sırf Allaha aid olduğunu kənara atıb, şeyxin sözü ilə rububiyyət sifətini Allahdan qeyrisinə verənləri belə təkfir etmirsənsə, bu sənin vəbalındır, bu sənin küfründür, şeyxin yox. Şeyxin üslubunda təkfir nə idi? Təkfir, yəni Muhammed İbn Vahabın dediyi kimi, Muhammed İbn Vahab nə cüd eləması da ondan götürüblər, Şeyxülislam İbn Teymiyyədən götürüblər həmin üslubu. İbn Teymiyyə rahimehullah buyurur ki, İnnallaha fərraqa beynəl əsməyə vəl əhkəm, beynəmə qablə risalət və mə bə'dəhə. Allah hökm və ismi bir-birindən ayrılmışdır. Risalətdən əvvəl və risalətdən sonra olmaqla. Risalətdən əvvəl müşrik ismi sabitdir. Şirk edən risalətdən əvvəl də müşrikdir, risalətdən sonra da müşrikdir. Hökmə gəldikdə isə, yəni onların edam olunması, onların mallarının, qanlarının halal olmasına gəldiksə isə bu risalətdən sonra, hüccətdən sonradır. İbn Teymiyyə rahimehullah bunu qəsd edirdi. Onlara müsəlman demirdi, onlar müşrik idilər. Üçüncüsü, İnsanları alimlərlə imtihan etmək bizim zamanımızda cahillər tərəfindən ortaya atılmış çirkin bir şeydir. Heç bir elm əhli əqidə haqqında danışarkən cahilləri alimlərlə imtihan etməyib. Sənin öz əqidəni qorumaq üçün alimi önə atmağın, falan alim belə deyib, onda onu da təkfir et deməyin sənin cahilliyindən, hikmətsizliyindən başqa bir şey deyil. Çünki bəlkə sən həqiqətən də həmən alimi səhv başa düşmüsən. Nəticədə sən alimlərin bütün əsərlərini, sözlərini cəm edib, ictihad edib, hökm verən müctəhid deyilsən. Özün kimi birindən eşitdiyin və ya hansısa azdırıcı dəvətçinin ağzından eşitdiyin şeylərlə özünə əqidə qurmusan və bu əqidənin batilliyini sənə deyəndə özünü müdafiə üçün alimi önə verib deyirsən ki, onda falan alimi də təkfir elə. Tutaq ki, qarşındakı kəs də sənin kimi cahil, məsələnin həll yolunu bilmir, şeyxin həmən alimin orada nə qəsd etdiyini bilmir, nəyi demək istədiyini bilmir, səmimiyyətsiz kimi tanınmaqdan qorxur, cəsur, səmimi oğlandır axı. Deyir, elə o alim də kafirdir, onu da təkfir edir. Bu fitnənin cahillər arasında yayılmasına sən səbəb olursan, Allahdan qorxmaq lazımdır. Əgər əqidəni Quran və sünnətə söykəyərək isbat edə bilmirsənsə, sus, edə bilirsənsə elə. Edə bilmirsənsə, de ki, mən belə inanıram. Yoxsa özünü qorumaq üçün alimləri qurban vermə. Onları cahillərin önünə atma. Bu sənin cahilliyin və xəbisliyindir. Biri deyir, İbn Teymiyyə rahimehullah qəbirdən şəfaət istəməyi şirk yox, bidət görüb. Mən də onun dediyini deyirəm. Onda İbn Teymiyyədən də təkfir elə. Etməsən səmimi deyilsən, ikiyüzlüsən, falansan, peşməkansan. Əgər araşdırsaydın, müasir alimlərin bir çoxunun İbn Teymiyyənin bu sözünə verdiyi açıqlamaları və İbn Teymiyyənin digər sözlərini cəm etsəydin, səhv etdiyini açıq şəkildə görərdin. Açıq şəkildə görərdin ki, İbn Teymiyyə qəbrinin başında durub şəfaət istəmək, bidət deməkdə qəsd etdiyi açıq şirkdir. Açıq şirkdir. Həm öz cəhalətinə İbn Teymiyyəni qurban verirsən, həm də qarşı tərəfə alimi təkfir etdirməklə onun sapıqlığının artmasına səbəb olursan. Gör nə qədər vəbalın altına girirsən. Qiyamət günü bunun cavabını hazırlamısanmı? Əlbəttə ki, yox.
Həmçinin bu Firavunun üslubudur. Musa əleyhissalam Firavunu dinə dəvət edəndə, Firavun haqqın qarşısında öz əqidəsini sağlam göstərmək üçün nə bəhanə gətirdi? Dedi ki, bəs əvvəlkilərin halı necə olacaq? Yəni, mən əvvəlkilərin dediyini deyirəm, mənim zəlalətdə olduğumu deyirsənsə, onda onların da zəlalətdə olduğunu de. Musa nə dedi? Musa əleyhissalam nə dedi? Onların elmi Rəbbimin qatındadır. Rəbbim nə unudar, nə də xəta edər. Firavun niyə belə edirdi? Gözləyirdi ki, Musa əleyhissalam desin ki, onlar da sizin kimi zəlalətdədirlər, sapıqlıq içərisindədirlər və insanları Musanın üzərinə qaldırsın. Eyni şeyi sən edirsən. Əqidəni isbat etmək üçün alimin təkfirini tələb edirsən. Məqsədin nədir? Cəmaata yaymaq ki, baxın, filan kəs təkfirçidir, alimləri təkfir edir. Bu xəbis bir hiylədir. Xülasə, qardaşlar, uzun danışıb sizi yordum. Biz dinin əsillərinə müxalifət edən, dinin əsillərinə müxalif əqidədə olduğuna yəqin olduğumuz, istər alim olsun, istər cahil olsun, onu təkfir edirik. Biz şirk əhlinə, açıq şirk etiqadda olan birisinə cəhaləti, təvili, ictihadı, təqlidi səbəbilə müsəlman hökmü verən kəsləri təkfir edirik. Biz sələf alimlərin açıq şəkildə adlarını çəkərək təkfir etdiyi kəsləri təkfir edirik. Amma əqidəsinə, küfrünə tam yəqin olmadığımız, bir qənaətə gəlmədiyimiz alimlərin də haqqında sustuğu kəslər haqqında susuruq. Alimlərin onlara qarşı mövqeyi necə olubsa, həmin mövqedəyik. Dinimizin bizdən tələb etdiyi də məhz budur. Ki, Allah Əzzə və Cəllə heç kəsi gücünün yetdiyindən artıq şeylə mükəlləf tutmamışdır. Sübhanəkə Allahumma və bihamdik. Əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.